Salam əziz dostlar, siz də yəqin ki, sosial mediadan aktiv istifadə edirsiniz. Yəqin sizin də qarşınıza tez-tez belə hallar çıxır. Ekstrasenslər, nə bilim, falçılıqla məşğul olanlar, magiya ilə məşğul olanlar, güya öz xidmətlərini təqdim edənlər. Belə hallar çıxacaqsan, belə hallar mənə çox pis təsir edir. Mən istədim ki, buna da münasibətimi bildirəm və təəssüf edici hal odur ki, belə şəxslərin yanına tanınmış simalar da gedir. Bizim efirlərdən, ekranlardan tanıdığımız simalar gedir. İncəsənət adamları, müğənnilər və digər sənət adamları gedir. Çox məyus edici və təəssüf edici haldır ki, onlar da güya həmin şəxslərin dırnaqarası xidmətlərindən istifadə edirlər. Baxın, tibb, elm, həkim kənarda qalıb, gedir kimsə, deməli, kömək umurlar. Bu bizim əsrin faciəsidir əslində. Biz 21-ci əsrdə hələ də belə faciələri, dramları yaşayırıq. Baxın, 19-cu əsr deyil bu. 19-cu əsrdə insanlar böyük Mirzə Əlhəbər Sabir nə dedi? İnsanları çadradan, bu xurafatdan kənarlaşdırmaq üçün, insanların aydınlaşması üçün, aydınlığa çıxarmaq üçün çalışırdı. Biz hansı dövr yaşayırıq? Dahi Mirzə Əlhəbər Sabir nə dedi? Dindirir əsr bizi, dinməyirik. Açılan toplara diksinməyirik. Əznəbi seyrə balonlarla çıxır. Biz hələ avtomobil minməyirik. Baxın, ətrafımızda ölkələr sürətlə inkişaf edir. O vaxt deyək ki, təyyarələr uçurdu göydə, insanlar gəlirdi. İndi insanlar aya nəyə ki, elm tədqiqat üçün gedirlər. İnsanlar aya artıq turizm səfərləri edirlər. Biz gör, bizim faciəmizə baxın. Avropa, dünya, bizdən kənarda olanlar hamısı elm, texnologiya sürətlə, özü də sürətlə inkişaf edir. Biz hələ mövhumatla, xurafatla məşğuluq, cəhalətlə məşğuluq. Biz hara gedirik? Bizi bu insanlar nə təbliğat aparır? Bu yad təbliğatla bizi hara aparırlar? Cəhalətə, yenə çadralara doldurmağa mı? Və təəssüf ki, yəni, faciə odur ki, bunu tanınmış insanlar eləyir. Efirlərdən onunla dərs keçməyə çalışanlar eləyir. Baxın, bunlar hansı ağlın məhsuludur? Biz hələ 19-cu əsrdə yaşayırıqmı? Biz hələ Şeyx Nəsrullahdan ölümümüzün dirilməyini istəyirikmi? Yəni, bu mənzərə ona bənzəyir. Siz elmin, təhsilin, tibbin, həkimin yazdığı dərmanlara inanmayıb, öz dərdinizə güya orada çarə axtarırsınız. Və təəssüf ki, bunu hələ, yəni, bu dahi Mirzə Əlhəbər Sabirin, Mirzə Cəlilin yazdıqları, bu Şeyx Nəsrullahlar, cəmaat Şeyx Nəsrullahlardan gedib kömək umurlar. Biz hələ o dövrdən, o dövrün deməli xurafatından, cəhalətindən çıxmamışıq. Və bu bizim faciəmiz doğrudan da. O dövr yazıldı, deyildi. Təəssüf ki, indi bu haqda yazan da, deyən də yoxdur. Və bunlar başalıb gedir. Açıq-aşkar. Bunlar onu da bilməlidirlər ki, hər iki tərəf, həm o güya bu dırnaqarası xidmət təqdim edən və onun yanına gedənlər hamısı bilməlidirlər ki, bunlar cəmiyyət qarşısında, insanlar qarşısında, dövlət qarşısında məsuliyyət daşıyırlar. Bunlar yad təbliğatla məşğullar. Bunlar gəncləri, yeniyetmələri, insanları hara sürükləyirlər? Bunlar anlamırlar ki, bunlar yad təbliğatdır. Biz dünyavi dövlətik. Burada xurafatın, cəhalətin təbliğ etməyin mənası nədir və bunun məqsədi nədir? Bu insanlar nə fikirləşirlər? Dediyim kimi, insanlar artıq robotlar müharibədə istifadə edir. Sürü halında robotdan istifadə edirlər. Robot artıq insanların peşələrini əlinə alıb. Süni intellektdən danışırıq biz. Dünya 21-ci əsr süni intellektin daha mükəmməl şəkildə yaradılması istiqamətində dünya vuruşur bir-birindən. Rəqabət aparır. Biz hələ çadradan, xurafatdan, cəhalətdən çıxmamışıq görünür. Və bunlar haqqında, belə insanlar haqqında ciddi tədbirlər görülməlidir məncə. Eyni zamanda bizim yazıçılar, şairlər bunları hələ də baxmayaraq ki, dövr yazılıb, bunu nəzmə çəkməlidir. Satirik şəkildə nəsrə çəkməlidir bu cəhalətə insanları sürükləyəni və açıq ifşa eləməlidir. Bu insanlar ifşa olunmalıdır. Şəxsən mənə belə şeylər çox təsir edir. Bizim gənclərimiz var, gələcəyimiz var, bizim övladlarımız var, yeniyetmələr var. Bunlar yad təsirlərə tez məruz qala bilərlər. Belə insanlar ona görə də bu həmin müğənnilər də, tanınmış sənət adamları da bir utanmalıdır.
bu dərindən düşünməlidir ki, əgər düşünə bilirlərsə, bu insanları bu hərəkətlərindən hara sürükləyirlər. Və dırnaqarası o xidmətlərini təklif edən şəxslər də məsuliyyətlərini dərk eləməlidirlər. Mən ümid edirəm ki, aidiyyatı qurumlar da bu işlə məşğul olacaq. Yəqin ki, onlara da müraciətlər var bununla bağlı. Bunlar barəsində yəqin ki, müvafiq tədbirlər görüləcək. Eyni zamanda bizim qələm adamları, yazıçılar, şairlər dediyim kimi, əgər bir halda ki, hələ Şeyx Nəsrullahlar dövrünü yaşayırsa, bir cəhalətin, mövhumat dövrünü yaşayırsa, hələ bu varsa bizim zamanəmizdə, bu bizim faciəmiz olmaqla yanaşı, həm də bu tənqidi satirik şəkildə, sərt şəkildə tənqid olunmalıdır və belə insanlar ifşa olunmalıdır, nəzmə çəkilməlidir, nəsrə çəkilməlidir. Qələm adamları bu haqqda da fikirləşməlidir.